Salam uşaqlar, bugün sizlərlə birlikdə riyaziyyat bölməsindən mövzu 16 ədədin hissəsinə və hissəsinə görə ədədin tapılmasını izah edəcəm. Bu riyaziyyat 5-ci siniflər, 4-5-ci siniflər yeni nəşrdəndir. Onda gəlin başlayaq. Birincidən başlayaq. Bir də deyir ki, 60-ın 4-də 3 hissəsini tapın. 60-ı 4-ə böləcək, 3-ə vuracaq. 60-ı 4-ə böləndə 15, 15-i 3-ə vuranda 45. Birincinin cavabı oldu 45. Sonra, bir dəqiqə, bunu yaxşı yazaq. Bəli, indi B variantı 145-in deyir 5-də 4 hissəsi. 145-i 5-ə böləndə eləyir 29. 29-u da 4-ə vuranda 116. Demək, B-də də olur 116. Sonra bizdən deyir ki, 8 arın 4-də 3 hissəsi neçə kvadrat metrdir? Burada belə tapa bilərik. 8-i 4-ə bölüb 3-ə vurarıq, eləyər 6. Neçə kvadrat metrdə 8-i də, daha doğrusu 6-nı da vuracaq 100-ə, 600. Çünki 1 ar 100 kvadrat metrdir. Sonra B-də deyir 18 santimin 5-də 2 hissəsi neçə millimetrdir? Burada 18-i 5-ə bölünmür. Ona görə də 1 santimimiz neçə millimetrdir? 10 millimetr. 18-i millimetrə çevirəcək. Eləyəcək 180. 180 5-ə böləndə eləyəcək 36. 36-nı da 2-yə vuranda eləyəcək 72. Demək, burada da 72 millimetrdir. Sonra C bəndində 12 kilometrin 6-da 5 hissəsi 12 kilometrin 6-da 5 hissəsi neçə desimetrdir? Burada biz belə eləyə bilərik. 12 6-ya bölünür deyə 12 6-ya bölərik 2. 2-ni 5-ə vurarıq 10. 1 kilometrimiz də 10.000 desimetrdir deyə yazacağıq 100.000. Burada cavabımız olacaq 100.000. Bəli. İndi keçək D variantına. 6 tonun 3-də 1 hissəsi neçə kiloqramdır? 6-nı 3-ə bölərik 2, 2-ni 1-ə vurarıq 2. Neçə kiloqramdır? 2-ni də 1000-ə vurarıq 2000. Sonra 9 saatın deyir 12-də 5 hissəsi neçə dəqiqədir? Burada görürük ki, 9-u 12-yə bölmək olmur. Buna görə də saatı dəqiqəyə çevirəcək. Yəni 60-ı vuracaq 9-a 540. 540-ı da 12-yə böləcək. Eləyəcək. Demək, burada da olacaq 540-ı 12-yə böləndə alınacaq 45. 45-i də ki 5-ə vuranda alınacaq 225. Cavabımız 225 dəqiqə. F variantını onu həcm keçəndə deyəcəm. Yəni indi lazım deyil o. Üçüncüyə keçək. 15-də deyir ki 15-də 8 hissəsi 320 olan ədədi tapın deyir. Demək, burada isə eləyəcək 320-ni birinci 8-ə böləcək. Sonra 15-ə vuracaq. 320-ni birinci 8-ə böləndə 40 eləyir. 40-ı da 15-ə vuranda 600 eləyir. Burada da cavab olacaq 600. Sonra B variantında 181-ci 9-a böləcək 20. 20-ni 13-ə vuranda da eləyəcək burada dəqiqə 260. Burada da olacaq 260. Sonra dördüncü A variantında deyir 10-da 9 hissəsi 162-nin 6-da 1 hissəsinə bərabər olan ədədi tapın. Burada birinci 160-ı böləcək, daha doğrusu 162-ni böləcək 6-ya. Burada eləyəcək 27.
Sonra deyir ki, onda 9 hissəsi 27-yə bərabər olan ədədi tapın. 27-ni də 9-a böləcəyik 3, 3-ü 10-a vuracaq 30. Burada cavabımız olur 30. Sonra B bəndində deyir 5-də 3 hissəsi 96-nın 4-də 1 hissəsinə bərabər olan ədədi tapın. Burada cavab 96-nın 4-ə böləndə 24, 24-ü 1-ə vuranda 24. 24-ün demək 3-ə böləcəyik, 5-ə vuracaq. 24-ü də 3-ə böləndə 8, 8-i 5-ə vuranda 40. Burada da cavab 40 alınır. 5-in A bəndində deyir ki, 3-də 2 hissəsi 168-ə bərabər olan ədədin 4-də 1 hissəsini tapın. Deməkdir, burada birinci 168-i 2-yə böləcəyik. Eləyəcək 84. Sonra 84-ü də 3-ə vuracaq. 84-ü 3-ə vuranda eləyir 252. Sonra 252-nin də 4-də 1 hissəsini tapacaq. 252-nin 4-ə böləcək. Eləyəcək 63. Sonra bu da cavabımız 63-ü də 1-ə vuracaq. 63 eləyəcək. Sonra B bəndində olacaq. Deyir ki, 5-də 4 hissəsi 160-a bərabər olan ədədin 8-də 7 hissəsini tapın. İndi burada deyir ki, birinci 160-a böləcəyik 4-ə 40, 40-ı 5-ə vuracaq 200, 200-ü də 8-ə böləcəyik, deyəsən 25 eləyirdi. Bəli, 25, 25-i də 7-yə vuracaq, 25-i də 7-yə vuranda eləyəcək 175. Burada cavabımız olacaq 175. Sonra C bəndində 9-da 5 hissəsi 55-ə bərabər olan, birinci 55-i 5-ə böləcək 11, 11-i 9-a vuracaq 99. Sonra da 99-u 3-ə böləcək 33, 32 2-ə vuracaq 66. Burada cavab olur 66. Sonra D bəndində 8-də 7 hissəsi 70-ə bərabər olan deyirsə 70-i 7-yə böləcək 10, onu 8-ə vuracaq 80. Sonra 80-i 5-ə böləcək. 80-i 5-ə böləndə eləyir 16. 16-nı da 3-ə vuracaq eləyəcək 48. Burada da cavabımız olacaq 48. Y bəndində onda 9 hissəsi 63-ə bərabər deyirsə, 63-ü böləcək 9-a eləyəcək 7, 7 10-a vuracaq 70. Sonra 70-i 35-ə böləcək 2, 2-ni də 2-ə vuracaq 4. Sonra 4-də 1 hissəsi 15-ə bərabər olan, 15-i 1-ə bölüb 4-ə vuracaq. 15-i də 4-ə vuranda eləyəcək 60. 60-ını da 6-ya böləcək 10, onu 5-ə vuracaq 50. Cavabımız olacaq 50.